Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bugün sizlərə dəstək olmaq üçün ümumi bir sınaq hazırlamışıq. Gəlin birlikdə o sınağın izahı ilə tanış olaq. Kirlənmək sözünün fonetik təhlilinə aid hansı xüsusiyyətlər var? İlk olaraq tələffüz edək. Kirlənmək. Burada hansı hadisələr baş verir? R-lı qoşalığı r formatında tələffüz olunur. N-mı qoşalığı m-mı, x kimi tələffüz olunur. Yadda saxlayın, böyük bir ehtimalla bu qaydalar keçərli olur ki, sonunda k hərfi olan söz əsasən x səsini verir. N-m hərf birləşməsi əsasən m-m səslənməsini verir. R-lı hərf birləşməsi əsasən r-r səslənməsini verir. Tələffüzündə 3 fərqli məqam var. Bəli, 3 fərqli məqamın biri bu, biri də bu. Doğrudur. Kar qarşılığı olmayan samitlər qoşa işlənib. Bəli, əslində doğrudur. Vurğusu 2-yə düşür. Xeyr, vurğu 3-cü hecaya düşür. Yadda saxlayaq. Biz sözün vurğusunu düz tapmaq üçün ilk olaraq başımızı sərbəst buraxmalıyıq. Məsələn, kirlənmək. Başını sərbəst buraxırsan və bu sözü tələffüz edirsən. Sadəcə bir hecada, səndən məndən asılı olmadan, sadəcə bir hecada başımız qarşıya doğru elə bir ki atılır. Məsələn, kirlənmək. Əgər bu sözü tələffüz edəndə sənə bir şans verirsə ki, filan kəs ki, bu sözü tələffüz edəndə bir şansın var ki, sadəcə bir hecada başını qarşıya atmalısan. Səncə o şansı hansı hecaya verərsən? Əlbəttə ki, kirlənmək. Deməli, vurğu düşdü ən son hecaya. Qısası, başımız hansı hecada bizdən asılı olmadan qarşıya doğru əyilirsə, deməli, vurğu həmin hecaya düşür. Deməli, vurğu 2-yə düşmür, əslində 3-ə düşür. Ona görə 3 səhvdir. Cingiltili samitlərin sayca azlığı. Gəl baxaq görək azdır, yoxsa kar samitdən çoxdur. Cingiltili 4 dənə samit var. Kar 2 ədəd samit var. Deməli, cingiltili samitin azlığı yox, çoxluğu olmalıydı. Bu da səhvdir. Tərkibində incə saitlərin iştirakı, bəli, hər biri incədir. Aid olanlar 1, 2, 5, aid olmayan desəydi 3 və 4 olardı. Variantımız olacaq. Bir də B variantı. Sual 2 ilə davam edək. Hansı cümlədə isim necə sualına cavab verir? Bunu qısa və konkret deyəcəm. Normalda isim eşitmişik, görmüşük ki, ya kim, ya nə, ya da hara sualına cavab versin. Əgər sizə belə bir şərt qoymuşuqsa ki, isim nə olur olsun, necə sualına cavab versin, qısa izahı budur ki, 2 isim bir araya gələndə birinci isim necə sualına cavab verir. Məsələn, baxın, qızıl normalda isimdir. Üzük də isimdir. Mən bu 2 ismi bir yerə qoyanda birinci isim səndən məndən asılı olmadan sifətin sualına cavab verir. Yəni, necə sualına cavab verir. Qısası, biz ismə necə sualını vermək istəyiriksə, 2 dənə ismi yanaşı qoymalıyıq və birincisi sifətin sualına cavab verməyə başlayacaq. Aha, davam edək. Deməli, o zaman gəlin görək variantımız nədir? Şagirdlər sinfə toplaşdı. Qırmızı rəngi sevirəm. Rəfiqəmə gümüş üzüyü hədiyyə etdim. Əlbəttə ki, variant C variantı. Siz mütləq, istər miq, istər sertifikasiya fərq etməz. Mütləq sual veriləndə birinci o suala, variantlara baxmadan sualı analiz edin ki, Fidan müəllim sizdən nəyi istəyir? Daha sonra cavabı tapmaq çox rahat olacaq. Davam edək növbəti sualla. Hansı cümlədə yer zərfi işlənmişdir? Yadda saxlayaq. Bu sualda da müəllif məni nə ilə çaşdıra bilər? Yer zərfi var, bir də yer məzmunu bildirən isimlər var. Məsələn, məktəbə, şəhərə, vətənə, Azərbaycana, sərhəddə, bölgənin, bunların hamısı yer məzmunu bildirən isimdir. Biri də var yer zərfi. Yəni, sən bu sualı həll etmək üçün zərflə ismin fərqini bilməlisən, daha sonra bu suala fokuslanmalısan. Dəqiq məkanlar, dəqiq yerlər, isim, bax, Azərbaycan, vətən, şəhər, küçə, qəsəbə, bunlar dəqiqdir də. Bunlar ona görə isimdir.
Biri də var deyirəm ki, ora, bura, irəli, geri, yuxarı, aşağı. Bunlar məkan olaraq dəqiqliklə deyil. Ona görə bunlar qeyri-dəqiqdir deyə qeyri-dəqiq məkanlar da isim yox, zərf sayılır. Deməli, məkan anlayışı həm isimdə, həm zərfdə var. Dəqiq məkanlar isim, qeyri-dəqiq məkanlar isə zərf hesab olunar. Biz də zərf axtarırıqsa, qeyri-dəqiqlik axtarırıq. Bu dəqiqlikdir, bu da dəqiqlikdir. Cavabımız olacaq C variantı. İçəri sözü qeyri-dəqiq yerdir deyə yer zərfi sayılır. Sabah zaman zərfidir. Asta tərz hərəkətdir. Çox miqdar zərfidir. Variantımız olacaq C variantı. Sual 4. Hansı cümlədə say işlənməyib? 5-ci sıra sayıdır, 4 miqdar sayıdır, 3-4 qeyri-müəyyən miqdar sayıdır. Daha sonra barmaqlarının 10'unu müəyyən miqdar sayıdır. Birlik isimdir. Cavab Y variantı. Yadda saxlayın. Azlıq, çoxluq, birlik, birincilik bu tip sözlər isim sayılır. Ona görə variant Y variantı. Sayın lıq, lik, luq, lük deyə bir şəkilçisi mövcud deyil. Cavabımız oldu Y variantı. Oğul bu dünyada şan-şöhrət, ad-san, hünərlər göstərən qəhrəmanındır. Bəli, üzağlıq, anlaçıqlıq, zəhmətdən doymayan mərd insanındır. Nümunədə neçə mürəkkəb isim var. Baxın, bu hissələrdə daha çox diqqətli olmaq üçün bir-bir mürəkkəb olmayan isimlərin üstündən xətt çəkin ki, daha rahat tapasınız. Bitdi. Şan-şöhrət, ad-san, üzü ağlıq, alnı açıqlıq. Ümumi 4 mürəkkəb ismimiz mövcuddur. Cavabımız olacaq 5-də A variantı. Belə dəyərli müəllimlər, ümid edirəm ki, izahlar yararlı oldu. Bu tip izahların davamlı, daimi gəlməyini istəyirsinizsə, rəy bölməsində öz dəyərli fikirlərinizi, məsləhətlərinizi verə bilərsiniz. İnşallah növbəti canlı dərslərdə, video dərslərdə görüşmək ümidi ilə özünüzə yaxşı baxın.